Biri var idi, biri yox idi. Qədim zamanların birində, dumanlı dağların arxasında, ulduzların işığına bürünmüş bir kənd var idi. Bu kəndin yaxınlığında, uca dağların ətəyində bir canavar sürüsü yaşayırdı. Onların ulaşması hər gecə kəndin qaranlığına qarışardı. Kənd cəmaatı bu sürüdən o qədər qorxurdu ki, çoxları ev eşiyini atıb başqa diyarlara köçməyə məcbur olurdu. Uşaqları içəri salın, onlar yenə gəldilər. Çünki hər gecə canavarlar insanların malqarasına, toyuq cücəsinə hücum edirdi. Kənd get-gedə boşalır, evlərin bacaları sönürdü. Nəhayət hamı köçüb getdi. Kənddə yalnız bir nənə və onun gözünün ağı-qarası olan nəvəsi qaldı. Kənd əhalisi nə qədər dil tökdüsə də, onları özləri ilə apara bilmədi. Bura mənim yurdumdur. Heç bir canavar sürüsü məni torpağımdan çıxara bilməz. Nənənin Batur adlı bir nəvəsi var idi. O çox ağıllı və səbirli idi. Batur bütün bu olanları səssizcə müşahidə edirdi. Kəndin boşalması, tanıdığı insanların bir-bir köçməsi onun qəlbini kədərlə doldururdu. Nənən boyuna qurban ay bala, hardan gəlirsən belə? Ay nənə, baxsana, bu qədər böyük kənddə tək qalmışıq. Dostlarım yox, uşaq səsləri yox, malqara səsləri yox. Nə edəcəyik? Onun sözləri nənənin ürəyindəki sarı simləri dınqıldatdı sanki. Sandığın qıfılını açdı, təsbeh götürdü. Təsbehin bərq vuran muncuqlarına diqqətlə baxdı. Əlləri titriyə-titriyə təsbehi ona uzatdı. Bu kimindir ay nənə? Bu, babanın təsbehidir. Heç yanından ayırmazdı. Həmişə deyərdi ki, bu adi təsbeh deyil, mənim köməkçimdir. Ancaq təsbehin gücü nədədir? Onu mən bilmirəm. Bu təsbehin gücünü ancaq onun sahibi bilər deyərdi. Bilmirəm, sənə kömək edər yoxsa yox, ancaq bundan sonra təsbehin sahibi sənsən. Babamın təsbehi. Baban çox fikirli, qayğılı olanda bu təsbehin muncuqlarını bir-bir çevirirdi. Bu onu sakitləşdirirdi. Sən də edə bilərsən. Bəlkə də təsbeh səni sahibi olaraq qəbul etdikcə zehnində yeni üfüqlər açılacaq, yeni fikirlər oyanacaq. Batur sonra təsbehi götürüb öz sevimli atının yanına getdi. Baturun çox gözəl bir atı var idi. Adı Şimşək idi. O onun belinə qalxanda özünü bir qəhrəman kimi hiss edirdi. O şimşəyin belinə qalxdı və kəndi dolaşmağa başladı. Çayın kənarına çatanda atdan düşdü. Şimşək çaydan su içərkən Batur da onu gözləyə-gözləyə bir daşa söykəndi. Sən mənim babamın sadiq dostu olmusan. İndi isə mənim dostum olmağını istəyirəm. Babama kömək etdiyin kimi mənə də kömək edərsən? Mən çox çarəsizəm. Kəndimizə canavarlar hücum etdi. İnsanlar qaçdı, malqara məhv oldu. İndi isə mən kəndimizin əvvəlki gözəl günlərini geri qaytarmaq istəyirəm. Elə bu zaman Baturun ovcundakı təsbeh titrəməyə başladı. Batur diksinib təsbehi əlindən yerə atdı. Təsbeh qızardı, muncuqlar bir-bir işıq saçaraq havaya qalxdılar. Dairəvi hərəkətlə ildırım kimi dolandılar. Saniyələr içində muncuqlar birləşib nəhəng şüşə kimi parıldayan bir canavar oldu. Bu canavar sanki işıqdan doğulmuşdu. Sən çağırdın, mən də gəldim. Görürəm ki, sən məndən qorxursan, amma narahat olma. Mən sənin bildiyin canavarlardan deyiləm. Əksinə, mən həmişə kömək istəyənlərin dadına çatan olmuşam. Mənim sahibim isə bax bu təsbehdir. Təsbeh kimdədirsə, mən onun köməkçisiyəm. Ey balaca qəhrəman, indi de görüm, sənə necə kömək edim? Nənəm mənə bu təsbeh adi təsbeh deyil, sənə yol göstərəcək demişdi. Ancaq belə bir şeylə qarşılaşacağım xəyalıma belə gəlməzdi. Mən kəndimi əvvəlki gözəl günlərinə geri qaytarmaq istəyirəm. Ancaq tək bacarmaram. Sən mənə necə kömək edə bilərsən? Sən çox ağıllı və cəsur uşağa bənzəyirsən, dostum. İndi de görüm, sən canavarlara
ağıl ilə qalib gəlmək istəyirsən, yoxsa güc ilə? Mənim onlara gücüm çatmaz. Ancaq ağıllı plan qurarsam, onlara qalib gələ bilərəm. Bəli, doğrudur. Sən onlara güclə qalib gələ bilməzsən. İndi isə sənə canavarlar haqqında bir sir deyim. Uzaq-uzaq diyarlarda bir meşə var idi. Bu meşə elə-belə meşə deyildi, sirli meşə idi. Bu meşədə yaşayan bütün heyvanlar bir-biri ilə mehriban və dost idilər. Günləri birlikdə keçirər, əylənər, heç kimə zərər vermədən yaşamağı bacarardılar. Bu gözəl meşənin başında isə Kral Şir dururdu. O həm ədalətli, həm qoruyucu, həm də zəhəmli bir hökmdar idi. Kral Şir hər zaman ədalətli hökm verər, zəifin tərəfində durar, yaxşını mükafatlandırar, pisi isə cəzalandırardı. Sizin kəndə hücum edən canavarlar da bir zamanlar bu sehirli meşənin sakinləri idilər. Kral Şirin hökmdarlığı altında yaşayar, qorunar, rifah içində olardılar. Ta ki bir gün, böyük bir səhv buraxana qədər. Bu meşənin bir sehirli açarı da var idi. O elə-belə açar deyildi. Böyük, möhtəşəm və sehirli açar idi. Hər gün bu açarın gücü ilə meşənin qapısı açılar, gözəlliklər bərpa olunar, günəş daha parlaq doğar, çiçəklər daha təravətli açardı. Kral Şir bu açarı çox qiymətli bir xəzinə kimi qoruyardı. Lakin bir gün qara buludlar meşənin üzərinə kölgə saldı. Düşmənlər meşəni ələ keçirmək istədilər. Kral Şir döyüşə yollandı və açarı etibar etdiyi canavarlara əmanət etdi. Bu açar meşənin ürəyidir, dedi o. Onu canınız bahasına da olsa qoruyun. Ancaq canavarlar bu böyük məsuliyyəti daşıya bilmədilər. Düşmənlər meşəni ələ keçirə bilməsələr də açarı ələ keçirdilər. Kral Şir döyüşdən qaydanda qəzəbindən yer-göy titrədi və o hər kəsi toplayaraq belə bir hökm verdi. Siz bu meşəyə layiq deyilsiniz. Bugündən etibarən sehirli meşədən sürgün olunursunuz. Sizi bir daha burada görmək istəmirəm. Canavarlar cəzalandırıldılar. Onlar sehirli meşədən sürgün olundular. Yaşadıkları yeri, dostlarını, işığı və sevgi dolu həyatı gerdə qoyaraq qaranlıq və soyuq yerlərə sığınmağa məcbur qaldılar. Günlərlə ac-yalavac dolaşan canavarlar vəhşiləşdilər və kəndlərə hücumlar etdilər. İndi isə qəhrəman dostum, yəqin ki başa düşdün, onları bu diyarlardan necə geri göndərə bilərsən. Axı mən sehirli açarı haradan tapım ki, Kral Şir onları bağışlasın? Bax, burada sənin zəkan və ağlın sənə kömək edəcək. Açarın harda olduğunu isə indi mən sənə deyəcəyəm. Açarı ələ keçirən düşmənlər Kral Şirdən o qədər qorxurdular ki, bir daha şehirli meşəyə hücum etməyə cəsarət etmədilər. Bu açardan istifadə etmək üçünsə mütləq meşəyə sahib olmaq lazım idi. Ona görə də açar əllərində olsa belə heç bir işə yaramadı. Onlar açarı gizlədib aradan çıxdılar. Bəs açar indi haradadır? Açarın yerini sənə deyəcəyəm, ancaq onu almaq sənin üçün heç də asan olmayacaq. Kral Şirin düşmənləri isə həmin gün yaralı halda döyüş meydanını tərk edib qaçdılar. Bəs Kral Şirin düşmənləri kim idi? Mən də bunu nə vaxt soruşacaqsan deyirdim. Onun düşmənləri ədalətsizliyi və zülmləri ilə heyvanlara qan utduran vəhşi pələnglər idi. Bu sürünün rəhbəri isə bütün heyvanlar aləmində qəddarlığı ilə tanınan vəhşi palad idi. Əgər hazırsansa, açarı almaq üçün yola düşək. Əlbəttə, hazıram. Elə isə gedək, balaca qəhrəman. Birdən yer göy titrədi, sanki bütün aləm silkələndi. Parça-parça olmuş canavar göydə fırlana-fırlana işıqlı qığılcımlara çevrildi. Yenidən muncuq dönərək Baturun ovucuna düşdü. Batur heyrətdən yerində donub qaldı. İndi nə edəcəyəm deyə içində bir səs titrədi. Başını qaldırıb səmaya baxdı. Səma başının üstündə elə sürətlə fırlanırdı ki, Batur istər-istəməz gözlərini yumdu. Sonra nə baş verdiyini anlamadı.